Toplantı iştirakçıları. Ben bugün size zəhmət verip ve sizinle bugün Azerbaycanımızın iktisadiyyatının ağır bir dövründe, Azerbaycanımızın bugün muharebe şəraitində yaşadığı bir devirde belə bir seviyede görüşmek istemezdim. Ben her bir vaxt, gece ve gündüz mühterem prezidentimiz Heydər Əliyev cənablarının apardığı siyaseti bildiğiniz kimi biz sizinle birlikte destekleyerek mühterem prezidentimizin birinci prezident seçkisinde ve sizinle birlikte ikinci prezident seçkisinde Gəncə şəhərində Xanlar rayonu. Ben bugün burada size gördüğüm işlerden danışmayacağım çünkü onun özünü siz özünüz bilirsiniz ve siz o kollektifin işçisiniz. Ben size bazı devlet memurlarından o cümleden bir şahsın hakkında məlumat vermeye özüme size borç bildim. Özünüz bilirsiniz ki, eğer bugün bizim müdürlük aksakalımız Heydər Əliyev cənabları, mühterem prezidentimiz, bugün eğer bizim Azerbaycan halkının vatandaşları için, Azerbaycan halkı için yorulmadan, gece ve gündüz çalışırsa, biz zamanlar hiç yatmadan 24 saat çalışmalıyız. Çünkü Azerbaycan vatandaşının her birinin hakkıdır. Bugün Azerbaycan'ın bu ağır devrinde, bu iktisadımızın çətin gününde yaşatsın ve yaşatsın, kursun, yaratsın. Biz bugün iş adamlarına hürmet edemeliyiz. Mühterem prezidentimizin 12 dekabr 1992 yıl 405 nömrəli sahipkarlar hakkında verdiği ferman nəticəsində bildiğiniz kimi Səmədoğlu Atatürk şirketi yaradılmıştır. Ve bu şirket sizin sayenizde, emek adamlarının sayesinde, burada çalışan kollektifin zəhməti bahasına başa gelmiştir. Ben hiç de özümü sizin karşınızda hiç de övmek işim yoktur. Benim sadece olarak sizin kazancınızı özünüze haklı olarak bölüştürmeye nail olmuşam. Ve ona göre de bugün bu şirket ve Səmədoğlu kurumu kollektifi özlerinin zəhmətlərinin hakkını alabilmişler diyen bugün naletler elde edilmiştir. Bakmayarak ki bunun gözü götürmeyen ve başka bizim Xanlar şəhərinə aidiyyəti olmayan Gəncə şəhər prokuroru Zakir Qarolov hakkında ben şəxsən sizə məlumat verməyə özümə borc bildim. Hörmətli toplantı iştirakçıları, siz bilirsiniz ki ben bu xalqın oğluyam. Ben bu xalq için çalışıram ve bu xalqın yolunda ölmeye de hazıram. Ben bunu dilimde yok, emeğimde göstereceğim. Teşekkür ederim. İcazə verin, ben Gəncə şəhər prokurorununla birgə olan görüşümden size bazı fragmentleri söyleyeceğim. Hörmətli toplantı iştirakçıları, siz bildiğiniz kimi Gəncə şəhərinin prokurorunun kardeşi oğlu, qohumu Altun Karalov bizim bu şirketin 3 il çörəyini yemiştir. Baxmayaraq Gəncə şəhərinə prokuror gələn Zakir Qaralov, Gəncə şəhərinə prokuror gələn bir günündən Şəmsi Səmədoğlu və Şəmsi Səmədoğlu'nun kollektifinə qarşı amansız, haqsızlar aparmağa başladı. Bunlardan birincisi bilirsiniz, bir neçə ay bundan qabaq bizim 20 nəfər işçimizi, o cümleden Xanlar rayonunda Səmədoğlu Atatürk şirkətinin mühafizə bölməsində çalışan 3 nəfər polis işçisini haqsız olarak həftələrlə aparat iştirakçıları. Çox mübahisəmiz oldu, çox söhbətlərimiz oldu. Çox xahiş elədim və sizin xətrəniz üçün, öz xətrim üçün və Azərbaycanımızın bu ağır devrində, bu çətin devrində hər bir kamprimizə gitmək, onun bütün şərtlərlə razılaşmaq məcburiyyətində qaldım ki, bəlkə Zakir Qarolovla bir dil tapam. Bəlkə ona xahiş edəyəm, bəlkə ona minnət edəyəm. İstərsə sizin adınızdan, istərsə qaçqınlar adından, istərsə köşkünlər adından bugün bu ağır devirdə bizim yaşayan bu xalqın adından ona müraciət elədim. Dedim, Zakir müəllim, siz hesab edin ki, bəlkə də mənim qohumlarım cinayət edib, bəlkə də bizim bir günahımız var. Biz axı bu qədər xalqa xidmət edirik. Bizim bu torpaq üçün bu qədər xidmətimiz var axı. Onun mənə elədiyi təklif bizim Səmədoğlu Atatürk şirkətinə ortaqlıq təklif oldu. Aziz toplantı iştirakçıları, siz bugün biləsiniz ki, mən sizinlə və sizə sual verirəm. Gəncə şəhər prokuroru Zakir Qaralova qazancınızın yarısını
şirketinizin yarısını, çəkdiyiniz əməyin, haqqın yarısını verməyə əgər hazırsınızsa, mən bu gündən sonra nə sizə rəhbərlik edə bilərəm və nə sizdən bircə işləyə bilərəm. Mən belə bir şeyə yol verə bilmərəm. Toplantı iştirakçıları, Zakir Qaralov ödəmələrindən çəkinməyərək biz Xanlar rayonunun qaçqınları adından və orada qanunsuz çağırılıb həbs olunan vətəndaşlar adından teleqramlar vurmuşuq möhtərəm prezidentimiz Heydər Əliyev cənablarına və çox hörmətli baş prokurorumuz Eldar Həsənov cənablarına. Siz biləsiniz ki, Azərbaycanımızın qeyrətli evlatları var, qeyrətli, şəxsiyyətli rəhbərləri var. Belə bir tədbir keçirdək. Sizinlə bu tədbirdə biz onu müzakirə eləyək. Görək biz haqqımızı və sizin haqqınızı mən Zakir Qaralova verim ya verməyim. Ona görə də və çox hörmətli Eldar Həsənova özümü tutub deyirəm. Möhtərəm baş prokuror. Bu qədər kollektivin adından, bu qədər xalqın adından mən sizə müraciət edirəm. Əgər həqiqətən istərsə İvan Musayevin, istərsə Musa Fərriqoğlu'nun, istərsə Qasımov Elmar Salihoğlu'nun, istərsə Allahverdiyev Nəbi Balakişoğlu'nun, istərsə Hacıyev Nəsimi Cəmşidoğlu'nun, istərsə Zərgərov Şəmşir Gürzaloğlu'nun, istərsə Kəsəmənli Qəzənfər, bildiyiniz kimi mənim dayımdır, Məhəmmədoğlu'nun, istərsə də Hacıyev Üzeyir Qəşəmoğlu'nun və ilaxıra bu cümlədən 20 nəfərin bugün haqsız olaraq polislərin təzyiqi nəticəsində heç bir qanuna uyğun olmayan hərəkətlərlə Gəncə şəhər prokuroruna apartırılıb incitməsinə bəlkə Zakir Qaralov son qoyar. Həqiqətən də əgər bunların və bizim cinayətimiz varsa, biz möhtərəm prezidentimizdən, o cümlədən bizim Respublikanın baş prokuroru Eldar Həsənov cənablarından xahiş edirik. Sizin adınızdan, öz adımdan xahiş edirəm. Möhtərəm prezident, cənab baş prokuror, bu xalqın səsinə səs verin. Bu yerli yersiz, bu xalqı, iş adamlarını incidən Zakir Qaralovların qarşısını alın. Əgər biz bugün Zakir Qaralovların qarşısını alınmasa, bu xalq haqqını kimdən tələb eləsin? Bugün Azərbaycanın bu ağır devrində, bu çətin devrində, əgər biz iş adamlarını Azərbaycandan qovuruqsa, Azərbaycanın ziyanlarını Azərbaycandan qovuruqsa, Zakir Qaralovları qovursa, onda biz gələcək ümidlərimizi kimə bağlamalıyıq? Məlumat edəcəkdir. Bir daha özümü tutub deyirəm, hörmətli Zakir müəllim, necə ola bilər ki, siz mənə və mənim adamlarıma sual verirsiniz? Şəmsi nəyə görə Göyçə qoyur? Bütün buraxdığı məhsulların, istehsal etdiyi məhsulların adını. Ona görə Göyçə qoyuram ki, bugün bütün ürəyimiz bizim Göyçə deyə sızılayır. Göyçə həsrətindən yaşayır və biz Göyçəsiz yaşaya bilmirik. Əgər sən heç bir təzyiq olmadan, heç bir təşəkkür edirəm. Heç bir təzyiq olmadan, heç bir münaqişə olmadan öz ana-baba torpağın Gürcüstanı tərk edib. Gəlib burada Azərbaycan xalqının qeyrətli olanlarına qarşı haqsızlıq apara bilirsən, sən də bir dənə müəssisə aç, istehsal elə. Azərbaycandan Azərbaycan xalqına zəhərli, keyfiyyətsiz məhsulların gəlməsinin qarşısını al. 12 cür burada Göyçə məhsulu istehsal olunur. Ət və süd məhsullarının bütün növləri istehsal olunur. Zakir Qaralov, bugün mən fəxr edirəm ki, Göyçəliyəm. Bugün mən Göyçə xalqımdan, Göyçə cəmaatımdan fəxr edirəm. Ona görə mən onun adını Göyçə qoymuşam. Hörmətli Zakir müəllim.